Azəməm, ölkənin hər bir vətəndaşı üçün təbii ki, bu məsələdə milli maraqların dərk edilməsi məsələsi də var. Bax, bunun əhəmiyyətliyindən, vacibliyindən istəyirəm danışam. Təşəkkür edirəm Elnarə xanım. İlk növbədə mən də təbriklərə qoşularaq həm sizin tamaşaçıları, həm bütövlükdə Azərbaycan xalqını bugünkü möhtəşəm gün münasibəti ilə Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunması münasibətlə təbrik etmək istəyirəm. Yəqin biz hamımız fərqindəyik ki, biz müstəqilliyimizin bərpa olunmasından danışırıq, müstəqilliyimizin elan olunmasından yox. Bu deməkdir ki, Azərbaycanın müstəqil dövlət kimi tarixinin çox böyük bir ənənəsi var. Hələ biz 1908-ci ildə bizim babalarımız müsəlman şərqində ilk dəfə olaraq demokratik müstəqil cümhuriyyət elan etdilər. Təəssüf ki, bu cümhuriyyət cəmi 23 ay yaşadı, qarşısına qoyduğu bütün hədəflərə çata bilmədi. Amma çox sevinici haldır ki, məhz demokratik cümhuriyyətin o zaman edə bilmədiyini müasir müstəqil respublikamız bunu edə bildi. Və əlbəttə ki, bu doğrudan da hər bir insan üçün, hər bir vətəndaş üçün müstəqil dövlətə sahib olmaq çox böyük bir şərəfdir, çox böyük bir bəxtiyarlıqdır. Hər bir millətə bu nəsib olmur. Məsələn, 5000-dən artıq dünyada millət var. Amma cəmi 195 ölkə var. Onun 193-ü BMT-nin daimi üzvüdür, ikisi də assosiativ üzvüdür. Görün, nə qədər millətlər, nə qədər etnik qruplar var ki, onlar, xalqlar var ki, onların dövləti yoxdur. Azərbaycan xalqı məhz 193 xalq arasındadır ki, onun dövləti var. Bu çox böyük bir məsələdir. Bunun üçün bizim insanlarımız, siz indi milli məsələlərdən danışır, insanların şuurundan danışırsınız. Uzun zaman, illərlə bu istiqamətdə mübarizə aparıblar. Bizim aydınlarımız, ziyalılarımız məhz müstəqillik toxumunu insanların beynində səpiblər, insanları bunu hazırlayıblar. Müstəqil dövlət nədir? Biz vaxtilə müstəqil muxtariyyətdən danışırdıq. Yəni bir mədəni muxtariyyətdən danışırdıq Çar Rusiyasının tərkibində. Ondan sonra artıq müstəqil dövlət məsələsinə qoyduq. Yəni bu qədər biz mərhələli bir keçid görmüşük. Ancaq indi təbii ki, bu çox böyük bir mövzudur. Bunun üçün saatlər lazımdır. Amma konkret olaraq bugünkü ətrafına toplaşdığımız günlə bağlı danışsaq, əlbəttə 1991-ci il oktyabr 18-də müstəqillik ilə bağlı konstitusiya aktı qəbul olundu və biz müstəqilliyimizi elan etdik. Amma müstəqillik elan etmə hər şey demək deyildi. Birinci, bu müstəqilliyi sözün əsl mənasında həyata keçirmək lazımdır və bunu qorumaq lazımdır. Amma təəssüflər olsun ki, bizim müstəqilliyimizin ilk illərində biz çox ciddi bir çağırışlarla qarşı-qarşıya gəldik. Dövlət o zaman, yəni indi açıq etiraf etmək lazımdır. O zamanki iqtidarın səriştəsizliyi ucbatında biz müstəqilliyimizi itirmək ərəfəsində idik. Ölkədə vətəndaş qarşı durması real idi. Dövlətçilik tamamilə dağılmaq üzrə idi. Bir şimalda, bir cənubda ayrı-ayrı separatizm baş qaldırırdı, bir tərəfdən də Ermənistanın işğalçı siyasəti. Və belə bir xaotik dövrdə əlbəttə ki, sözün əsl mənasında müstəqil olmaq üçün çox ciddi bir iradəyə ehtiyacımız var idi. Çox ciddi bir siyasi hakimiyyətə ehtiyacımız var idi ki, məsələ 93-cü ilin iyun ayında Ulu Öndərin hakimiyyətə gəlməyindən bu müstəqillik sözün o hərfi mənasından birbaşa mənasına transfer etməyə başladı. Yəni, konstitusiyada, qanunlarda müstəqillik elan edə bilərsə, amma bunun sözünün əsl mənasından müstəqil olmaq üçün çoxlu işlər görmək lazımdır. Və bu dövr bizim üçün böyük bir şərəf dövrüdür. Bizim müstəqil dövlətimizin quruluşu biz təsadüfən demirik ki, Ulu Öndər Heydər Əliyevdir. Çünki bunun mübaliğəsiz mən deyirəm, yəni burada hər hansı bir başqa bir şey axtarmaq lazım deyil. Məhz 93-cü ildə biz Heydər Əliyev dövlət sükanı arxasına gəldikdən sonra müstəqilliyin real nəticəni görməyə başladıq. Bütün bunların hamısı üçün əlbəttə indi biz onu geniş müzakirə edə bilərik. Amma görünən odur ki, müstəqilliyi real etmək üçün çox birinci milli birliyə ehtiyac lazımdır. Hər bir sual verirsə, hər bir vətəndaşın burada məsuliyyəti nədir? Hər bir vətəndaşın məsuliyyəti çox-çox böyükdür. Ümumiyyətlə, dövlət nədir? Dövlət vətəndaşların bir müqaviləsidir. Vətəndaşların razılığına yaranan bir təsisatdır. Hər bir vətəndaş burada xüsusi rola malikdir. Hər bir vətəndaş əgər bu dövlətçiliklə bağlı, dövlətlə bağlı məsuliyyət hiss eləməsə, öz üzərində düşən missiyanı yerinə yetirməsə, bu dövlət necə qururlar? Bəs əgər o dövrdə vətəndaşlar xalq Heydər Əliyev hakimiyyətə dəvət etməsəydi, onu müdafiə etməsəydi, bir neçə dəfə dövlət çevrilişi cəhdinin qarşısını almasaydı, meydanlara yığışmasaydı, bu dövlət nə olardı?
Buna biz etiraf etməliyik. Məsələn, o vətəndaşlar da 100 minlərlə yığıldı Azadlıq meydanına, prezident administrasiyasının qarşısında Heydər Əliyev və dövləti xilas etdi. Ona görə də Azərbaycan xalqı qəhrəman xalqdır, dövlətçi xalqdır. Biz bunu Vətən müharibəsində də biz bunu gördük. Bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşərək, dəmir yumruq ətrafında birləşərək, siz indi Arzu mənim də xatırlayır, bizim bütün tamaşaçılarımız xatırlayır, siz də xatırlayırsınız. Müharibə vaxtında əgər 90-cı ilin əvvəllərində İnsanlar cəhbədən Bakıya qayıdırdılarsa, axın edirlərsə, məhz 2020-ci ildə Bakıdan, bizim şəhərlərdən cəhbəyə axın edir. Biz indi millət vəkiliyik, bizə nə qədər müraciətlər daxil olurdu ki, mən gedirəm yazılmağa, hərbi komissarlığa, mən müharibə getmək istəyirəm. Adam sevincdən, adamın gözləri yaşarırdı. Çox qürurlu günlər idi. Bilirsiniz, buydu vətəndaş, buydu vətəndaş münasibəti, buydu vətəndaş məsuliyyəti. Ona görə də Azərbaycan xalqı, hər bir vətəndaş, 50 milyonluq Azərbaycanlılar bugün Azərbaycan dövlətindən fəxr edir. Bugün bizim qurduğumuz dövlətlə, bugün Ulu Öndərin qurduğu dövlətlə, bugün Cənab Ali Baş Komandanın 2020-ci ildə yenidən yaratdığı bir millət yarandı. Yenidən bu Azərbaycan xalqı doğdu. Dünyaya hayqırdı ki, mən bu xalqa, mən dövlətimi, millətimi, torpağımı qorumağa qadirəm və bütün dünyanın 20-ci əsrdə heç bir nəsib olmayan bir şeyi həll etdi Azərbaycan xalqı. Ərazisini işğaldan azad etdi, suverenliyi bərpa etdi. Bu il həm də bizim üçün konstitusiya və suverenliyi ilidir, təsadüfi deyil. Zəfərimizin 5 ilini qeyd edəcək bir neçə həftədən sonra. Yəni, o qədər xoş günlər var ki, bu millətin adını yazılası, o qədər qürur duyulası işlər var ki, bu dövləti idarə edənlərin, bizim rəhbərlərin, cənab İlham Əliyevin gördüyü işlər. Ona görə də əlbəttə, yenə deyirəm, bəlkə mövzu o qədər maraqlıdır, o qədər genişdir ki, çox danışmalı, amma vətəndaşdan qurulur da dövlət. Vətəndaş nədir? Ünvandır. Hər bir ünvandan qurulur dövlət. Azam müəllim, gənclərimizi bugün daha çox qorumalıyıq, başqa təsirlərdən. Yəni, bax, bugün biraz əvvəl biz efir başlamamışdan biraz süni intellektlə bağlı da qısa danışdıq da. Yəni ki, süni intellektin üstün tərəfləri var, təhlükəli tərəfləri də var. Bugün texnologiya bizim həyatımızdadır, bildim. Amma sosial şəbəkələr üzərindən gənclərimizi təsir altına salmaq istəyənlər çoxdur. Onları qruplaşmalara dəvət edən, dövlətinə qarşı xainlik etmək istəyən, yəni var, bunlar faktdır da. Və bununla bağlı istərdim danışaq. Biz gənclərimizi necə qorumalıyıq? Əvvəla onu deyim ki, bu təhlükəsizlik komponenti Arzu mənim onu çox yaxşı izah etdi və o sahədə də ixtisaslaşmış bizim yox, gənclərimizdə də milli maraqları onlarda da. Yəni mən milli maraqları, yəni yaşıma, təcrübəmə uyğun dərk edirəm, amma gənclər ola bilsin ki, mənim kimi dərk etmirlər. Bilirsiniz, ümumiyyətlə bu gənclər mövzusu və gənc hər bir vətəndaşın məsələlərə yanaşmasını biz dərindən təhlil etməliyik. Əvvəla biz hər bir şəxsə kollektiv şəkildə baxa bilmərik. Təbii. Kütlə şəkildə baxa bilmərik. İndi bu çox dərin bir sosial fəlsəfi mövzudur. Bu gənclərin böyüməsi ailədən başlayır. Hər bir valideynin burada məsuliyyəti var, məktəbin məsuliyyəti var, cəmiyyətin məsuliyyəti var. Amma bir təhlükəsizliklə bağlı bir şey biz deməliyik. Azərbaycan nə qədər güclənirsə, Azərbaycan nə qədər regional və qlobal səviyyədə söz sahibinə çevrilirsə, Azərbaycanı sevməyən qüvvələr o qədər aktivləşir. Azərbaycanın daxili və xarici təhlükəsizliklə bağlı, yaxud ümumiyyətlə təhlükəsizliklə bağlı daxili və xarici aktorlar daha da azınlaşır. Baxın, mən bayaq qeyd etdim, dünyada Azərbaycanın bir analogu yoxdur ki, öz gücü ilə, özünün ordusu ilə ərazi bütövlüyünü bərpa etsin. 21-ci əsrdə, hətta 2-ci Dünya müharibəsindən sonra belə bir hal yoxdur. Elə bir dünya yoxdur ki, elə bir ölkə yoxdur ki, baxın, bütün münaqişələrə baxaq tarixində. Bu bir fenomenal bir məsələdir. Nəzərə alın ki, biz müsəlman türk toplumuna, qövmünə, yaxud da inancına malikik. Bunun da bizim bilirsiniz ki, bu açıq danışaq, bugün qlobal qarşıdurmada bəzən bu bizim üçün dezavantaj oynuyor. Çünki xristiyan həmrəyliyi var, başqa məsələlər var. Biz 50 il, 100 il ermənilərlə nələr çəkdik biz? Təkcə ona görə ki, ermənilər güclüdür, ona görə ki, ermənilərin çox böyük bir hamisi var idi. İndi biz millət vəkili olaraq xaricdə təmsil olanda biz bunu açıq şəkildə görürük. Hətta deyirlər ki, birisi burada dini məsələlər var, və s. Yəni deməyim budur ki, bütün bunlara rəğmən Azərbaycan buna nail oldu. Və demək ki, bundan sonra biz bu qələbəni qoruyub saxlamaq üçün, bunu daha da möhkəmləndirmək üçün daha çox ayıq-sayıq olmalıyıq. Düzdür, bizim qələbəmiz döyüş meydanından sonra diplomatiya meydanında da artıq təsbit olundu.
Avqustun 8-də artıq Vaşinqtonda imzalanan bu sənədlər və dünyanın bir nömrəli ofisində cənab prezident təbliğinə desək, dünyanın super gücü tərəfindən, ABŞ-ın prezidenti tərəfindən bunun təsdiqlənməsi və bütövlükdə dünyanın bunu qəbul etməsi artıq Azərbaycanın böyük bir uğuru idi ki, biz indiyə qədər bunun uğrunda çox ciddi mübarizə aparırdıq. Amma indi təhlükəsizliyə gərək. Bu o demək deyil ki, biz müharibəni qazandıq, sülhü qazandıq, diplomatiyada möhkəmləndik. Azərbaycan bugün ən arzu olunan partnyordur dünyada. Hamı Azərbaycan dövləti ilə, Azərbaycan prezidenti ilə əməkdaşlıq etmək istəyir. Fransa kimi bir ölkənin prezidenti Macron 4-5 il Azərbaycana qarşı qərəzli və düşmənçi mövqeyini bugün özü dərk etdi və artıq etiraf etdi və qayıtdı. Prezidentimizlə görüşdü, xahiş etdi ki, yenidən münasibətləri quraq və s. Amma burada bizim qurduğumuz təhlükəsizlik arxitekturasında bir neçə komponent var. Birinci, daxili ictimai-siyasi sabitlik. Bayaq dedik, gənclərin burada rolu. Bugün Azərbaycan toplumu özünün vətənpərvərlik, necə deyərlər, səviyyəsində pik nöqtədədir. O qədər Azərbaycan gəncliyi bugün Azərbaycan dövlətinə bağlıdır ki, bu savaşdan sonra, bunu real həyata gördükdən sonra o qədər Azərbaycana bu dövlətçilik ruhunda artıq möhkəmlənib ki, bu bizim üçün ən böyük nemətdir. Amma bu birliyi, bugün Azərbaycanda olan milli birliyi zədələmək istəyənlər də var. Və burada gənclərdən istifadə edirlər. Bəli, burada siz dediniz o sosial platformalardan istifadə edirlər. Bəli, bugün burada o TikToklardan, nə bilim, ayrı-ayrı bu necə deyərlər, digital platformalar, rəqəmsal platformalardan istifadə edirlər. Ona görə də bax bugün xaricdə olan o söyüş makinası, bugün Azərbaycanda olan Azərbaycana qarşı, dövlətimizə, dövlətçiliyimizə qarşı, dövlət rəsmilərinə qarşı olan hədəfli kampaniyanın hədəfi nədir, məqsədi nədir? Bəs o bir-birliyi parçalamaq. Bugün dövlət otoritəsinin necə deyək, xarizmasını zədələmək. İmicin, bütün bunlar hamısı bizim gənclərimiz bilməlidir. Onun fərqinə varmalıdır. Bugün Azərbaycan dövlətinin gücü, birliyi onun müstəqilliyindədir. Və bugün bu milli həmrəyimizi biz qorumalıyıq. Gənclərimiz burada çox ayaq-sayaq olmalıdır. Sosial platformaların üstünlüklərini biz danışdıq, amma bu süni intellektin tətbiqi nəticəsində insanların beyninin yuyulması, insanların bilavəsə o təsir altına düşməsi çox asandır. Ona görə də bizim istəyimiz, təvəqqəmiz odur ki, hər bir verilən o yalan məlumatlara inanmasınlar. Bugün baxın, kiber cinayətlərlə bağlı bizim elə parlament azimlər nə qədər müzakirələr biz aparırıq, nə qədər qanunvericiliyi təkmilləşdirir. Amma bu yetərlidir, xeyr. Daha da işləməlidir. Çünki o qədər gündəlik proseslərdə bu inkişaf edir ki, bu süni intellekt, bu texnologiya ki, hər günün bir çağırışı olur. Bu çağırışlar hazır olmaq üçün birinci insan şüuru, insan əqidəsi, milli, mənəvi dəyərlər çox önəmlidir. Ona görə biz burada əminik ki, cənab prezidentin bir yaxşı sözü vardı və dedi ki, vətən bizim ordumuz, yəni gənclərimiz, zabitlərimiz son 17 ildə mənim prezidentliyim dövründə yetişən gənclərdir. Çünki onların bir arzusu var idi ki, torpaqlar işğaldan azad etsin. Nə qədər biz şəhidlər verdik və arzu mənim çox yaxşı qeyd etdi. Valideynlərimiz bizim nə qədər böyük qəhrəmanlıq göstərdilər. Bir oğlu şəhid oldu, dedi vətən sağ olsun. İkinci oğlu şəhid oldu, dedi bütün mənim ailəm vətənə, dövlətə fəda olsun. Baxın, biz belə bir anaların, necə deyərlər, məmləkəti, belə bir valideynlərin biz, necə deyək, vətəndaşlar toplusu. Ona görə bunlar hamı çox ciddi məsələdir. Biz bunu qoruyub saxlamalıyıq. Amma ikinci bir məsələ də var ki, biz onu diqqət yetirməliyik. Bizim, deməli, bu təhlükəsizlik konsepsiyamızda ordu amili, milli təhlükəsizliyimizin qorunması məsələsi çox vacibdir. Bəzən deyirlər ki, hə, müharibə bitdi, artıq biz nə edirik əlavə silahlar alınmasına? Xeyr. Müstəqilliyi qazanmaq nə qədər çətin oldusa, qorumaq ondan da İndi qələbənin də nə qədər çətindir qazanmaq, onu da qoruyub saxlamaq. Ona görə də bizim ordumuz çox güclüdür və güclü də olmalıdır və olacaqdır. Və bizim ordumuzun bir fərqi ondan ibarətdir ki, bizim ordumuz, nə bilim, təlimlərdə, yaxud da o kağız üzərində olan ordu deyil, təlimlərdə yetişən ordu deyil. Bizim ordumuz real döyüş əməliyyatını həyata keçirmiş, qələbə qazanmış, qalib bir ordudur. Və bizim ordumuz bugün, biz bunu indi yenə deyirəm, Arzu müəllim bu sahəni yaxşı bilir, məndən mütəxəssisdir. Bizim ordumuz bugün regionda yox, dünyada bəlkə də ən sayılıb seçilən döyüş qabiliyyəti olan, praktikada öz gücünü göstərən ordudur. Ona görə də ordunu gücləndirməyimiz, hüquq mühafizə orqanlarımızın çox peşəkar fəaliyyət göstərdilər, dövlət təhlükəsizlik xidməti,
Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları, ayrı-ayrı bizim demək təhlükəsizlik birliklərimiz. Bunlar hamısı vahid bir komanda şəklində. Silahlı Qüvvənin Ali Baş Komandanının bilavasitə təlimatları ilə işini həyata keçirən, onun ümumi tapşırığını yerinə yetirən ciddi bir deməli oturmuş, formalaşmış institutlardır. Əlbəttə bütün bunlar hamısı bizim təhlükəsizliyimizi bütöv edir. Yenə deyirəm, əsas amil isə insan amilidir, vətəndaş amilidir və vətəndaş da Azərbaycan insanında çox şükürlər olsun ki, öz dövlətinə, müstəqilliyinə və qələbəsinə sahib çıxıbdır və bundan sonra çıxacaqdır. Ruh məsələsi çox önəmlidir. Çox önəmlidir. Bilirsiniz, insan dünyanın ən yaxşı universitetlərini oxuya bilər, ən müxtəlif dillərdə danışa bilər, müasir texnologiyanın biricisi ola bilər. Amma onun milli ruhu yoxdursa, o bir, mənim anlayışıma görə, cansız, ruhsuz bir yeriyən robotdur deyək. Yəni, o çox önəmlidir. Və bu milli ruhda, bilirsiniz, milli ruh yəni satılmır, milli ruh yenindən istəsə olunmur. Milli ruh insanın genetikasından, millətin genofondundan gəlmiş bir, minlər boyu formalaşmış, müxtəlif o istirablardan keçmiş, müxtəlif sınaqlardan keçmiş, bərkimiş, mükəmməlmiş bir anlayışdır. Və bizim şükürlər olsun ki, Azərbaycan xalqının milli ruhla bağlı problemi yoxdur və olmayacaq. Biz onun misallarını gətirdik. Ən çətin məqamlarda dövlətimizin, dövlətçilimizin arxasında durması, müstəqilimizi qorunması, torpaqları işğal azad etməsi bu çox böyük bir fenomendir. Bu heç. Bu dünya tarixində yazıldı qızıl hərflərdir. Amma əlbəttə ki, bugün başqa bir məsələlər də var ki, bunu necə biz daha da mükəmməllərə sementləşdirək, necə bunu edək ki, buna olan təhdidləri, buna qarşı olan aşınmaların qarşısının vaxtında alaq. Burada da ən böyük faktor valideyn, yenə deyirəm. Valideyn. Ailə institutu. Bugün ailə institutu niyə bizim ailə institutunu darmadağın etməyə çalışırlar? Niyə o fərqli üzr istəyirəm? Çünki hər şeyin təməli ki, oradadır. Niyə? Çünki baxırlar ki, Azərbaycana hardan müdaxilə etməli? Azərbaycanın təhlükəsizlik sistemini dağıtmaq mümkün deyil. Azərbaycanın məğlub etmək mümkün deyil. Diplomatiyada, nə bilim, üstəlmə mümkün deyil. Nə demək lazım? Deməli, burada monolitlik hardadır? Milli birlikdə, ailə institutunda, dövlətçilik məfkurəsində. Bu nöqtələri biz deməli hədəfə almalıyıq. Və hədəfə alınan əsas məsələdən biri ailə institutudur. Bugün ailə institutu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan təcrübəsi dünyada çox gözəl bir yerlərdən birini tutur. Amma yazıqlar olsun ki, bunu da necə də bunu da müəyyən dağıtmağa cəhd edənlər var. Bugün ailə institutlarla bağlı bizim dövlət qurumları kifayət qədər işlər görürlər. Vətənpərvər ruhda insanların yetişməsindən bağlı, gənclərin doğrudan da yaxşı təhsil alıb, eyni zamanda vətənin, millətin məsələlərində aktiv rol oynamasından bağlı böyük işlər görülür. Bugün elə dövlətimizin xaricdə təhsil proqramı var. Nə qədər bizim gənclərimizin xaricdə təhsilə göndərir, bəli, orada oxutdurur və ondan sonra gəlir dövlətə, millətə onlar xidmət edirlər. Və ən vacibisi həmin insanlar Azərbaycanı təmsil edirlər, oxuduqları yerlərdə. Azərbaycanın o dediyim kimi o milli ruha malik olmasalar, onlar nə vecənə ki, Azərbaycanda nə baş verir? Bilirsiniz, əcnəbi dilləri öyrənə bilərik, amma o dil bizə dil kimi lazımdır da, təfəkkürümüzü dəyişmək üçün lazım deyil. Ruhun, yenə deyirəm, ruhun olmasa sən cansız bir varlıqsan, əşyasən. Ona görə də, üzr istəyirəm, bəlkə bu sərt çıxır, amma istənilən halda bilirsiniz, İnsanlar necə deyir o gəzməyə, qürbət ölkəyə, ölməyə vətən yaxşı deyilən bir anlayış var. Niyə? Yəni, insan hara getsə də, harada uğur qazansa da o vətənlə bağlı olmalıdır. Siz bəlkə də xatırlayırsınız, Ulu Öndər xarici səfərlərə gedəndə diaspora nümayəndələrini, Azərbaycanlarla görüşürdü və onlara həmişə deyirdi ki, siz harada olmazdan asılı olmayaraq, bilin ki, bir vətəniniz var, bir Azərbaycanda, onu qorumaq lazımdır. Ona görə mən əminəm ki, bugünkü bu xoş ovqatla da biz bir daha qeyd edirik ki, müstəqilliyimiz bizim əbədidir, bugün müstəqilliyimizin bərpasını qeyd edirik və bu müstəqilliyi müdafiə edən gənclərimiz var, Azərbaycan xalqı var, Azərbaycan dövləti var və dövlətimizin başçısı, hörmətli prezidentimiz cənab İlham Əliyeva. Bir telefon bağlanır.